Okey. Bizdə qabığını soyduğumuz portağallar haradadır? Ben bunlardan kokteyl eləməyi düşündüm, amma nə olsun bilmədim. Paradise eləyə bilərik. Ətraflı məlumat istəyirsənsə onu Cemilay'dan soruşarsan, mən baxdım yadımdan çıxdı. 3 dənə ingredientdən ibarətdir. Cindir. Next ingredient. Apricot brandy 20 ml. Murat bilirsən apricot brandy. Çok sağ ol. Şirəli qalmasın. Bir də 15 ml portakal suyu. Bunu biraz əlimlə sıxacağım amma hazır yoxdur. Ondan qabığı soyulmuş portakalları biz istifadə edə bilmirik. Negroni üçün və yaxud da ki, nə bilim alındıra bilirsən. Ha, pony deyirəm. Pony? Əlbəttə. Böyle şeker. Az şeker ihtiyacı var idi mi bilmiyorum. Çok sağ ol. Sıcak şeker mesela. Sənin hazırladığın nədir ki, qorxmaz? Ha? Sənin də nə hazırlayırsan?